5-dən sonra yemirəm deyirsiniz də. Artıq bu diyetlə müəyyən bir həddə gəlib düşdükdən çıxdıqdan sonra çəkidə siz 5-dən sonra yeməyə başlasanız və 5-dən sonra yediyiniz yeməklər daha çox kalorili olsa, məsələn pizza yeyirsiniz, nə bilim gedirsiniz, onsuz da ayıqlamışam da, pizza yeyirsiniz, burger yeyirsiniz, KFC, nə bilim fast food, dönər, bunlardan istifadə edəcəyiniz halda əlbəttə ki, kökələcəksiniz. Sözsüz ki, hər bir çəki gedirsə də qayıda bilər. Yoxdur bu dünyada elə bir anlayış ki, qalıcı arıqlayıram və bir də heç vaxt kökəlməyəcəm. Mənə müraciət edir xanımlar, deyir ki, mən qalıcı arıqlamaq istəyirəm. Əgər sizin diyetdən sonra mən yenə də kökələcəmsə də mən başlamayım. Deyirəm, ələ salmısınız məni də oradan da. Yəni, həmişə deyirəm ki, bir stəkanın içərisində biraz su doldurun, tökün, ondan sonra bir də həmin stəkanın içində su tökün. Onun stəkanın içində su dolmayacaq, yəni bu möcüzədirsə də, bu baş verirsə də doğrudan da siz də kökəlməyəcəksiniz bir daha. Yəni, bu kalori defisitinə və profisitinə əsaslanan bir hadisədir. Çox yeyəcəksiniz, xüsusilə yəni kökələcəksiniz. Elə bir şey mi var?